Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məzzadə və sizi Mərdəkandan salamlayıram. Merlin Gözəllik Salonunun yaxınlığında və bugünkü sizə təqdim etdiyim bağ evi küçəsi ilə seçilir. Bir dənə ətrafdakı bu gözəlliyə baxın. Yəni küçənin çıxmaz sokaqdır, yəni tupikdir. Burada rahatçılıqla, necə deyərlər, uşaqlarınızı buraxın, oynasınlar, dincəlsinlər. İndi isə keçirik bağ evimizə. Deməli, 4,5 sotun üzərində İtalyan üslubunda tikilmiş bir evdir. Siena Toskana üslubudur. 4,5 sot 200 kvadratdan ibarətdir və indi sizlərlə birlikdə bir tur edəcək, ətraflı bütün bucaqlardan sizə bu bağ evini göstərəcəm. İlk öncə parking zonasını göstərmək istəyirəm ki, sizə ki, avtomobillərinizi rahatçılıqla saxlaya bilərsiniz. Lakin burada buna da o qədər də ehtiyac yoxdur ki, çünki çox gözəl bir küçəsi var. Hətta gördünüz ki, qonşular trunket də qoyublar. Belə bir manqal zonamız var burada, barbekü zonamız. Sahibkar burada yaşıl zonada saxlayıb, leylandr ağacları, belə bir gözəl bir illərin palmasını tapıb əkiblər. Və indi mən sizə bizim istirahət zonamızı göstərmək istəyirəm. Belə bir hovuzdur, filtrli hovuzdur və əlbəttə ki, bağ evlərini gözəlləşdirən, özəlləşdirən yay və qış mətbəxi. Bu bir istirahət güşəsinə çevrilib. Bu son zamanlar çox dəbdədir və hər kəs hətta açıq söhbətgahları da bağlayır. Burada bax gördüyünüz kimi artıq belə bir mebel də quraşdırılıb. Buranı açırsınız birbaşa hovuza. Həyətdə burada sanitar qovşağıdır. Evin istilik təchizatını nəzarət etmək üçün onu göstərmirəm sizə. Bura baxın görün nə yaxşıdır ki, birbaşa mətbəxdən, evin daxilindəki mətbəxdən yay və qış mətbəxinə də keçid var. Və əlbəttə ki, belə bir gözəl bir terasımız var. Bu terası xüsusən sevənlər var. Çünki bəzən bizdən də istəyirlər, hətta ev alan yoldaşlar var ki, özləri sonradan teras edirlər. İndi mən evə daxil oluram, evlə də sizi tanış edəcəm. Deməli, evə daxil olan kimi bizi belə bir zal qarşılayır. Burada nə yaxşıdır ki, baxın, qismən əşyalı sizə təklif olunur. Çünki baxın, TV-setdir, televizor, kondisioner. Mənim bu qonaq otağında ən çox xoşuma gələn isə onun belə bir gözəl bağça görüntüsüdür. Zəhmət olmasa onu göstər. Çox fərqlidir. Və sol tərəfdə isə mətbəxdir. Bayaqları sizə göstərdim ki, birbaşa mətbəxdən belə bir çıxışımız var. İki qapısı var, terasa və hovuza. Xanımlar üçün çox yaxşıdır ki, birbaşa uşaqları burada nəzarət etmək üçün. Baxın, artıq belə bir sadə, belə bir zərif bir mətbəx mebeli də yığılıb. İndi isə mən keçirəm otaqlarımıza, bir-bir sizə otaqları göstərim. Yataq otaqlarımız, 3 yataq otağımız var. Bu master yataq otağıdır və bu yataq otağının daxilində özünə məxsus olan hamam otağı və qardirob mövcuddur. Özüm istədim sizinlə birlikdə bir tur edim. Belə bir qardirob artıq yığılmış vəziyyətdədir. Və indi sizə digər otaqları göstərirəm. Keçirik layihəmizdə olan ikinci yataq otağına. Sahibkar onu boş saxlayıb ki, sizin zövqünüzə uyğun, istəsəz mebel də sifariş edə bilərsiniz. Üçüncü yataq otağımız belə bir işıqlı yataq otağıdır və nəzərinizə çatdırım ki, bu sahibkar çox keyfiyyətli evlər inşa edir. Və sonda evin ümumi hamam otağıdır. Və beləliklə, dəyərli izləyicilər, gördüyünüz bağ evinin start qiyməti 430 min manat start olaraq təklif olunur. Ərazi çox yüksək dəyərləndirilir və qiymətləndirilir. Torpağın sotu çox yüksəkdir burada satış üzrə. Müraciət eləyin, mən skan kodda birbaşa olaraq QR kodu yerləşdirirəm, telefon nömrələrimizi. Zəng edin, əlimizdən gələn köməklə edək. Xeyir nədirsə, ilk öncə Allah onu sizə nəsib etsin. Görüşmək ümidi ilə, sağ olun.